Bəlli mahnılar var ki, hamıya tanışdır. Yəqin ki, bu mahnıları da bilirsiniz. Bu mətni oxuyanda o mahnılar yadıma düşdü. Emosiyalar barədə və ağlamaq barədə maraqlı məlumatlar istəyirəm nəzərinizə çatdırım. Sən ağlama, ağlamaq gözəldir, ağla qəlbim ağla. Bu üç türk mahnısı ağlıma gəldi ki, hansı ki mətnimizə çox yaxşı aid idi. Bu ağlamaq haqqındadır. Ağla açılırsın. Türklərdə belə bir söz var. Yəni ki, normal halva qayıdarsan, yüngülləşərsən mənasında və bu məsləhət zərər verə bilər. Siz hansı problemə görə ağlayırsınızsa, bu daha da pis olacaq. Yeni tədqiqat belədir. Emosional fayda göz yaşlarından əksərən səbəbdən asılıdır. Yəni hansı səbəbə görə ağlayırıq? Katarsis deyilir, emosional boşalma deyilir. Hansısa bir mənada gərginlik yaşayırsan, yığılır və daha sonra isə istəyirsən ki, yüngülləşəsən, ağlayasan, bir otağa çəkilir və ya kimləsə dərdləşəndən sonra əksər hallarda məncə tək başına nəzərdə tutur. İnsanlar arasında ağlamaqdan daha çox sanki gücsüzlük nümayişi kimi özünü göstərə bilən bir şeyləri nəzərdə tutmur. İnsanlar düşünür ki, yaxşı ağlasam, o dəqiqə emosional yüngüllük gələcək. Şəxsi problemlərə görə ağlamaq əhvalı düşürür. Amma kədərli film, təsirli səhnə bu zaman əhvalı yüksəldir. Yetkin insanların ağlaması gündəlik həyatda təsirinə məruz qaldıqları bu yetkin insanlarda ağlamaq gündəlik həyatlarına necə təsir eləyir? Avstriyalı alimlər tərəfindən, psixoloqlar tərəfindən araşdırılıb və 4 həftə ərzində 106 könüllü, yəni iştirakçı hər iki cinsdən, həm qadın, həm kişi, orta yaşları onların 29 yaşı idi. 4 həftə ərzində müşahidə olunublar. Smartfona xüsusi proqram deyilib ki, yazın, həyəcanı nəzarət edən və yoxlayın. Ağlamsınanda, ağlamaq gələndə o dəqiqə yazın. Bu hadisəni yazın ki, proqrama qeyd edin. Ağlama səbəbini, konkret intensivliyini, ağlamaq nə qədər davam elədi, müddətini, neçə vaxtdan bir oldu, intensivliyi odur və nə qədər davam elədi. Onu yazırsınız deyə bildirilib. Hal-hazırki müsbət və mənfi emosiyaların səviyyəsini qeyd edirsiniz. Sonra proqram avtomatik iştirakçılara təklif edirdi ki, təkrarən məlumat verin emosional vəziyyət haqqında 15 dəqiqə, 30 dəqiqə, 60 dəqiqə sonra. Sonda hər iştirakçı anketi doldururdu, hansı ki imkan verirdi fiksiya etməyə hər epizodu. Yəni ağlamaq zamanı hansısa bir epizodlarda yazın da dəqiqliklə, hansı ki insan unuda bilərdi, ağlından çıxa bilər. Ona görə isti-isti deyirlərdi ki, yazın. Öncədən qeyd aparın. Anket imkan verirdi ki, dəyərləndirilsin ümumi emosional vəziyyət. İştirakçıların gün ərzində büründükləri emosional vəziyyət. Emosional ağlamaq çox yaygın bir davranışdır insanlar arasında. 87% iştirakçılar 4 həftə ərzində ən az bir dəfə ağlayırdı. Orta göstərici isə 5 epizod ağlamaq bir həftə ərzində. Belə idi. Ümumi müşahidə 315 ağlama halını üzə çıxartdı. Prilajeni sayəsində, həmin o yüklənən proqram sayəsində və 300 yaddan çıxmış, hansı ki əvvəldən qeyd etməyiblər, daha sonra bəlli olub. Axşam anketdə əksini tapmışdım. Deməli, hardasa 600-dən çox situasiya olub. Qadınların daha tez-tez ağlayırdı, nəinki kişilər. Ayda 6 dəfə orta hesabla. Kişilərdə 3-dən az olurdu. Qadınlar daha çox ağlayırdı, daha uzun müddət ağlayırdı. İntensivlik barədə. Ağlama səbəbləri dəyişirdi kişilərdə və qadınlarda. Qadınlar yalnızlıqdan ağlayırdı, ya yaxınları ilə şəxsi konfliktdən. Kişilər tez-tez köməksizliklərdən, yəni özlərini hansısa bir durumda çarəsiz hiss eləməkdən, kimsə köməyini yanında hiss eləməməkdən, ya da media kontektin təsirindən, kədərli film və təsirli rolikdən baskılanan hisslər, podavleniya çuvstva, yalnızlıq dan olan ağlama
bir ən intensiv və epizodlar bu səbəblə bağlı idi. Ağlama hallarında çox davam edirdi. Orta hesabla 11-13 dəqiqə hər ağlama avtomatik həmən yüngüllük gətirmirdi. Bu gözlənilməz idi. Daha öncə başqa bir şey düşünürdülər halbuki. Yenə də önəmini vurğulayır ki, konkret səbəbə baxılsın. Şəxsi problem yalnızlıq, baskılanmışlıq, ani düşüş, baskılanmışlıq halı. Qısa yazıram, sonra özüm də başa düşmürəm nə yazmışam. Pozitivin ani düşüşünə və mənfi emosiyaların önəmli yüksəlişinə səbəb olurdu, gətirib çıxardı. Negativ hisslər uzun müddət saxlanılır. Düşüş halı normada hətta bir saat keçsə belə qalır. Ümumi əhval aşağı düşür, pisləşir və gün sonuna qədər qalır. Emosional normal halına insan ancaq növbəti səhərdə qayıda bilir. Tədqiqat çox detalları ilə deyilmişdi. Hələ bundan da artığı var idi. Mən biraz qısaltmağa çalışdım və yenə də bəlli cəmiyyətlərdə nə baş verirsə baş versin, həmişə bunu vurğulayırlar ruh sağlığı uzmanları ki, bizdə icazə verilmir kişilərə gücsüz olmağa, ağlamağa və s. Hətta ən böyük itkilər yaslarda belə hansısa bir şey, yas tək ölüm mənasında yoxdur. Yəni nəyinsə itirilməsi, daha öncəki halının itirilməsi, sağlamlıq vəziyyəti itirə bilərsən. Qadınlara adətən bu yas mövzusunu nə ilə assosiasiya edirdilər? Hamiləlik sonrası, doğum sonrası sən əvvəlki vücudunun yasını saxlaya bilərsən. Bu cür izah eləyirdi. Türklərdən gələn bir şeydir. Dünya ədəbiyyatında psixologiya sahəsində nə qədər özünə yer tapır bu yas məsələsi. Hər itkiyə görə yas saxlamaq kimi şeylər və bu cür ifadə şəkli, onu dəqiq bilmirəm. Yəni əvvəlki vücudunun həsrətini çəkə bilərsən ki, artıq bədəndə izlər yaranır və s. Çatlar qarında falan, bu kimi şeylər və ya qəzaya düşə bilərsən ya da qocalıqdan sadəcə bir şəkildə bədənə yaxşı baxmaya bilərsən və bugünkü halınla hansı xəstəliyi qəbul eləməyə bilərsən, amma fakt var da bu şey, yəni qəbul elədin, eləmədin, sən heç vaxt 20-30 yaşda hansısa bir sağlam halva qayıda bilmirsən, əgər bu 45-50 yaşındasansa və ya 60-dasansa. Yəni hər şey olduğu kimi qəbul eləmək, xüsusən də qocalığı insan üçün çox asan bir şey deyil də. Yəni bu kişilərdə də belədir, qadınlarda da belədir, bütün hallarda. Yəni gənc olsam belə hansısa bir məsələn xəstəlik barədə danışanda deyirlər ki, bu yanı sıra paralelində depressiya gətirən bir şeydir. Yəni bu da qocalıq da eyni bir şeydir. Yanında mütləq ki, xəstəliklərin fonunda depressiya mütləq gəlir. Bu mənada qəşəng cümlələr demək istəyirdim, amma boş verin. Səhər saat 11-ə doğru gedir artıq. Bu gün də günəşli xoş bir hava var. Ümid edirəm gününüz yaxşı keçər, həftəniz yaxşı keçər. Yeni başlayan ayınız xoş başlayar və planlarınızı həyata keçirə bilərsiniz. Gözlədiyiniz pullar, ertələnən nə varsa həyatınızda hamısını cəlb eləyə bilərsiniz. İstədiyiniz hər şeyi. İstəyin illərindən fərqi yoxdur. İnsan 7 ildə bir şey arzulayıb çatmaya bilər, 17 ildə, bəlkə 27 ildə. Amma günün sonunda, ilin sonunda, ömrün sonunda təki qovuşasınız istədiyinizə və onu deneyimləyə biləsiniz. Experience ola bilsin ki, sonra biləsiniz ki, bu istək boşuna imiş, yoxsa həqiqətən bir şey istəmişəm, yaxşı ki istəmişəm, alındıra bildim. Bu mənim gerçək istəyim idi. Alındıra biləndə xoşbəxt oldum. Sağlıqla qalın.